Qasımlıdan bəhs eləyən böyük ziyalımıza Bəyaz kişiyə həsr olunmuş bu iş əlbəttə əzizimiz ruhu şad olsun. Ruhu şad olsun, gözəl insan olub. Mən də ona bir rejissor kimi baxdım. Çox böyük zəhmət çəkmişsə, çox gözəl tekst özü də yerində, peşəkarcasına yazılıb və montajda peşəkarcasına yığılıb o kadrlardan. Sənədli təsiri bağışlayır. Ad da maraqlıdır, tam sənədli təsiri bağışlayır. Səslənmə də qəşəngdir, rəvan bir səsdir, elə ora düşən səsdir. Və tekstdə ləzzət elədi, peşəkarcasına. Birazdan mən də öyrəndim çox şeyləri. O 37 repressiyasının, Ulu Babanın evlənməsi, ikinci evlilikdən olanlar, birinci evlilikdən olanlar, əksəriyyətində repressiya qurbanlarına çevrilməsi mütləq diqqətə layiq şeylər idi və gərəkli və lazımlı şeylərdir. Mən belə məmnuniyyətlə bir nəfəsə baxıldı. Və orada yenə deyirəm, o tekstin yazılışı, orada o montaj çətindir, çoxlu materialların olması xoş təsir bağışladı və bu gərəkli bir, lazımlı bir şey idi. Təbii ki, bunu da eləmişsən, var olasan, bu ən böyük bir işdir. Bəyaz kişi ruhu şad olsun. Təbrik edirəm, davamlı da olsun. Lazımlı şeylərdir bunlar.